48 yaşı var, yata bilmirsə, çox şeydən yata bilməz. Məsələn, adamlar var ki, nevrozdular, panik atakdılar, fobiyaları var. Və yaxud da ki, buruna yata bilmirlər. Və yaxud da ki, burundan nəfəs ala bilmirlər, boğulurlar. Bəzən deyir, yuxunun içində övrənək dururam, görürəm, boğuluram. Ondan sonra təzdən yatıram. Dəfələrlə deyir, olur ki, nəfəsim gəlmir. Sonra ürək-damar, ürək ağciyər çatmamazlığından təngi nəfəsli yollar yata bilməz. Sonra qarında su yığılar, məcburi vəziyyətdə yata bilməz. Və yaxud da ki, Allah eləməmiş xərçəng xəstəsi olar, tənəffüs sistemini pozar, yata bilməz. Çox güclü köpü olar və gecə çox miqdar yemiş olar, o da yenə diafraqmanı qaldırar, ürək sıxar, ürək döyüntülərini artar, yata bilməz. Yəni, səbəb çoxdur. Ancaq, səbəb bizə valeriyan kökü dəmlə iç, məsləhət görürəm. Sonra yarpız çayı dəmlə iç, damotu çayı dəmlə iç, şüyüd toxumu dəmlə iç. Bir xörək qaşığı, bir stəkan suda bal həll ilə qəbul et, yuxun düzələcək. Düzəlməsə, bir də dediyim o şərtləri pozduğun qaydaları qaydasına sal. Düzəlməsə mənə zəng elə, onu da deyəcəm nə etmək lazımdır. Dediklərim hər halda effekt verəcək. Çox sağ olun sualınıza görə.